müğənnini sizə təqdim eləmək istəyirəm. Populyardır. Artıq reaksiya gəldi, bildim. Xanımdır. Çox populyar xanımdır. Belə, kimdəsə bir etimad var, hansı xanımdır, kimdir? Siz lap əməlli başlı onu pərəstişkarlamışsınız ki. Halal sizə, halaldır. Gəlin alqışlarınızla Kəmalə Günəşlini dəvət eləyək. Buyurun. Nigula xanım, bugün 14 toydayıq. Koordinatlar səndə də ağaz. Bu toyda deməli bir kuplet, bir nəqarət oxuyuruq, basırıq bayra. Eşitdin, obrsılara çatmaq üçün. Eşitdin, Nigula xanım. Az dillən də. Mən elə bildim bir ara sən düzəlmisən. Nə olub Amma ki? görürəm ki, yox, heç saatda düzəlməyib. Nə olub ki mənə? Heç saat belə düzəlibsən. Amma belə düzəlməyibsən. Siltuş. Sən Niyə mən elə boyda deyirsən? kişiyə Nigula deyirsən. Mən bu... Az o mənim, az deyirəm, o mənim imicimdir də. Mən hara getdim, Nigula mənim dilimdədir. Başa düşdün, mən belə danışıram. Yox, amma pis düzəlməyibsən, ha? Yəni dəyişikliklər var. Nə olub ki mənə? Mən kapital remont eləmişəm. Sən nə danışsın, ha? Kapitalin remont nədir? Sən köhnə Xruşovkanı söymüsən, yerində Navastroyka deyilsən. Əvvəl deyə mən Navastroyka idim də. Sadəcə biraz balkonu böyütmüşəm. Balkonu böyütməyibsən. Balkonu kuxniyə qatıbsan. Bir dənə otaq artırıbsan. Təzə aboy çəkdirmişsən. Zirzəmini yeşətmişsən. Qatma tavan eləmişsən. Köhnədən heç zad qalmayıb, bilirsən? Yaxşıdır, necədir, əladır, hə? Belə pis deyiləm. Sən də ki, köhnə mahliyələr kimi danışırsan, ha? Sən mənə... Neyniyim? Maya qoymaq lazımdır da adam üstünə. Yox, sən maya nədir, əməlli başlayır. Sən deyə görün, belə Navastroykanın kommunalisi bax olur, yoxsa? Vecibə də deyil. Bilirsən, Sültuş, mən çünki trendəm, brendəm, frendəm, stendəm. Ayıma 70-80 min pul qazanıram, ya da. Aya 65 toyda oluram. Yavaş, ha. 30 günün içinə 65 nətər? Deyim qulaq asda, deyim qulaq asda. Deməli, səhərdən axşama kimi Bakı kənd toyları necə lazımdır. Axşamdan gecəyə kimi şəhərdəki toylar. Gecədən səhərə kimi Quba Yəhudi ya da ki Şəmkir Moskva uşaqlarının toyları. Əla. Onda vəziyyət oradan da yaxşıdır. Maşallah olsun. 4 dənə ev almışam, pulun verməliyəm. Sağlığına qismət, sağlığına qismət. Sağ olasın. Amma deyirlər güya qabaq sən 3-4 kilo kartol soğanı oxumusan. Bu söz sənin də ağzıma düşür. Əcəb eləmişəm. Yox, bir söz deyil. Hamının əvvəli olur da. Ay başıma dönüm. Kim kartof soğana getmir ki? Sən bir, sadəcə o kilo fərqi var da, Siltuş, başa düşürsən. Sən mənə de görüm, Aygün Kazımova neçəyə gedir toya? Yarım saatı 10 minə. 10 ton kartof, 1 manatdan hesablasaq. Sonra Zamik, bax deyim sənə, 3 ton kartofa gedir. Sonra Röya 8 ton kartofa gedir. Sən məsələn bütün toyu 500 kilo soğana aparırsan. Canım sənə desin, Eyüp 4 ton hövsan soğanla, o ki qaldı Abbas'a, Abbas'daki 20 min Gəncəgöy dəstəsinə, özü də bütün dəstəylə. Dinən, datların dönən hamısının kartotekası məndə deyil. Yox, onu demirəm. Yəni, olmazmı ki, sən arada bir, nə bilim, səviyyəli, belə klassika mahnılar oxuyasan? Adı kimdir bu saz səviyyəyə pul verən? Kimdir səviyyəyə qulaq asan? Yaxşı. Dinən mənə görüm, səviyyəli oxuyanımın adını deyil. O qədər var ki. Dinən də, məsələn. İlqar Muradov. İlqar Muradov. Hansı mahnısını bilirsən, bir dənə oxu. Qurban adına. Mən də sənə qurban, oxu. Maestro ver görüm. Teziliyi tələsirəm.
Kurban adına bir sal yadına, senin oduna ay gülüm yandım bilmedim. Ala gözünü şirin sözünü gönlüme hemdem ay gülüm andım bilmedim. Bak oku da ne böyle mahnılardan. Niye okmursan? Ben toya gedirəm cemaati yatızdırmağa. Ben gedirəm toyda cemaati oynatmağa. Eğer İlqar Muradov bu mahnını bax mənim stilimdə oxusa, ayda 75 toyu olar. Ver göreyim mahnını. Alqış. Kurban adına, bir sal yadına, senin oduna ay gülüm yandım bilmedim. Yeter güsse gəm, mən səni hərdən, könlümü həmdəm ay gülüm sandım bilmedim. Kurban adına, bir sal yadına, senin oduna ay gülüm yandım bilmedim. Yeter güsse gəm, mən səni hərdən, könlümü həmdəm ay gülüm sandım bilmedim. Tamara, 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 çalaram senin için gitara. Tamara, 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 çalaram senin için gitara. Gördün, alkışa bak, alkışa bak, alkışa bak. Ben şahsen Kemal'lerin yerine Seyid Rüstemov'dan ve Süleyman Rüstem'den üzür istəyirəm. Ve ruhlar karşısında baş eğiləm. Sonra kim var senin o Ama seviyeli bir iş okuyan? var, bir iş var. İlqar Muradov bu mahnını açansa böyle oxusa da senin kimi bu şeyleri eləyə Sonra Sen ne seviyeli mi kendimin dile göre kim var sonra? O kadar var ki. Azer Zeynalov. Kim? Azer Zeynalov. He, bir hürmetim var o. Hansı mahnısı var? Şükriye. Şükür Hudaya. Buyur oku. Hep del görün burada. Bir gül sen dermişem gençlik bağından, bir gülü çiçeği dermerem sensiz. Kam aldım ömrümün oğlan çağından, bir bağa bahçaya girmerem sensiz. Şükriye talihim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya, yaşayabilmerem bir kere sensiz. Deynen gelin Bu arada kaçtılar. teşekkür ederim. Deynen gelin kaçtılar zalda. İndi eğer Azer mənim bu mahnını mənim stilimdə oxusa, tred nədir, bred nədir, sted nədir? Ay, toyu partladar, ver görək! Şükriye taleyim, şükür Hudaya, gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu tatlı hülya,
Yaşaya bilmərəm bir kərə sənsiz. Zəngələ, zəngələ, bu qara qıza zəngələ. Dəngələ, dəngələ, bu qara qızı dəngələ. Zəngələ, zəngələ, bu qara qıza zəngələ. Dəngələ, dəngələ, bu qara qızı dəngələ. Mən şəxsən Kəmalənin yerində Emin Sabitoğlu'dan və Əhməd Cavaddan üzr istəyirəm və ruhlar qarşısında baş əyirəm. Mənim o kişilərlə nə işim var, ay sürtür? Mənim heç bu kişilərlə də işim yoxdur. Mənim heç bu kişilərlə də işim yoxdur. Mənim ümumiyyətlə kişilərlə işim yoxdur. Mən nə edeyim ki? İndi səviyyəli musiqiyə, səviyyəli oxuyana pul xərcləmirlər də. Məndədir günah. Buna xərcləyirlər pulu, bax buna. Elə bir günah məndədir. Eyb yox, qoy Azərlərin, İlqarların toyu az olsun. Qoy amma həmişə səviyyəli mahnılar oxusunlar. Yaxşı, yaxşı. Buyur, sən də təbrik elə. Adam vaxtdan səmərəli istifadə eləməlidir. Mən arzu edirəm bəyimiz, gəlinimiz mənim kimi trend, brend olsunlar. Ver mahnını. Oynamaq istəyən oynasın. Dünyanı unudarak emektar artisti olsam, lal olaram dinleyerem. Bir gün halk artisti olsam, bu dünyanı unudaram. Ben şeref ordeni alsam, lal olaram dinleyerem. Ben şöhret ordeni alsam, her ne geldi okuyana, eğer pulu verenlerse, demeli o pul verenler bu senette bilir nese. Əməliyyatı çoxaldacağım ve senetkar mən olacağım. Karifeyler sırasına mən de bir gün koşulacağım. Bu dünyanı unudaram, gülüm senin kucağında. Salih, haradasan, gəl də. Əziz qonaqlarımız, Eltilər konsertimiz sona çatır. Respublikanın əməkdar artistləri Rəfail İskəndərov, Coşqun Rəhimov, gür alqışlarınız, sevgi dolu alqışlarınız. Mayın 23'ü yenə bu səhnədə gözləyirik sizi. Diqqətinizə görə sonsuz təşəkkürümüz. Çok sağ olun növbəti